sıç deformasiyaları yayın sertliğinin onun mütləq uzanmasında asıldığı qrafikdən asılıdır. Elastiklik qüvvəsinin düsturu necə idi? Mənfi kare. K nəyə bərabərdir? Biz nə demişdik? K F'dən X'dən asılı qrafiki necə olacaq? F-dən düz, X-dən tərs asılır. Necə? Sabit, bəli, sabit. Axı dedi, yayın sərtliyinə F'dən, nə də X'dən asılı deyil. Olacaq hansı variant? C variant. C variant. 24'ü yaz. Oxu şərti. Sərtliyi K olan yaya bağlanmış en kütləli cisim şaqili aşağı yönəlmiş sabit tərcihlə endirilir. Yayın uzanması X olarsa da cismin tərcihini hansı ifadələ təyin olunur? Deyir, şaqili aşağı yönəlir. Aşağı yönəlibsə, düsturumuz, aha, nə yazacaq? Aha. X bərabərdir. M vuruz. Aşağı, bəli, J çıxa. İndi buradan A-nı tapmalıyıq. Niyə? Birinci J çıxanı tapaq. J çıxa bərabər deyəslər. A-nı da tapsaq. Yox. Ha, bir dəfəlik yazsan olar, düzdür. J çıxılsın, KX böyle düzdür. Olacaq hansı variant? A variant. A variant. 25 oldu.